Salam, Xalqın gündəmi rubrikasında bugün dərc olunan Asiyadan Avropaya, oradan da Amerikaya məqaləsinin icmalını təqdim edirik. Məqalənin müəllifi qəzetimizin siyasi analitiki, siyasi elmlər üzrə fəlsəfə doktoru Şəbnəm Zeynalovadır. Müəllif son bir həftənin diplomatik kronikasını təhlil edərək Azərbaycanın xarici siyasət kursunun miqyasını və strateji istiqamətlərini ümumiləşdirir. Məqalədə Bakı-Vaşinqton xəttində müşahidə olunan dinamika fonunda ABŞ-ın Cənubi Qafqaza yanaşmasında baş verən korrektələr analiz olunur. Müəllif vurğulayır ki, Ukrayna müharibəsi sonrası dəyişən təhlükəsizlik arxitekturası, enerji marşrutlarının siyasiləşməsi və orta dəhlizin aktuallaşması Azərbaycanı Vaşinqton üçün strateji tərəfdaşa çevirib. Xüsusilə Cənub qaz dəhlizi artıq kommersiya layihəsindən daha çox Avropanın enerji təhlükəsizliyində siyasi mexanizm kimi çıxış edir. Yazıda Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycanın verdiyi mesajların əhəmiyyəti də qabardılır. Qeyd olunur ki, Bakı Cənubi Qafqazın təhlükəsizlik modelinin kənardan ixrac edilə bilməyəcəyini açıq şəkildə bildirir və regional məsuliyyət prinsipini önə çəkir. Münxen platforması ölkəmizin mövqeyini qlobal auditoriyaya birbaşa çatdırmaq və beynəlxalq legitimliyi genişləndirmək baxımından mühüm tribuna kimi təqdim olunur. Belqrad istiqaməti isə Avropa siyasətində çoxkanallı diplomatiyanın göstəricisi kimi dəyərləndirilir. Serbiya ilə əməkdaşlıq, enerji təhlükəsizliyi, suverenlik və ərazi bütövlüyü prinsipləri əsasında siyasi qarşılıqlı dəstək müstəvisində şərh edilir. Müəllifə görə rəsmi Bakı Brüssel mərkəzli münasibətlərlə kifayətlənmir. Paralel diplomatik kanallar formalaşdıraraq manevr imkanlarını genişləndirir. Ümumilikdə Şəbnəm Zeynalova postmüharibə mərhələsində əsas strategiyanın reallıqları beynəlxalq sistem daxilində legitimləşdirmək olduğunu vurğulayır. Məqalə göstərir ki, Azərbaycan balans quruculuğu modeli ilə hərəkət edir və bölgədən qitəyə, qitədənsə qlobal qərar vermə masasına doğru sistemli şəkildə irəliləyir. Bizi izlədiyiniz üçün təşəkkür edirik. Abunə olmağı və videonu bəyənməyi unutmayın. Sağ olun, salamat qalın.